Salam, hörmətli izləyicilər. Xoş gördük hər birinizi. Necəsiz? Yeni iş həftəsində yenidən sizi salamlayıram. İnşallah bugünkü mövzumuzda sizlər üçün Osmanlı'nı izah edəcəm. Siz yaxşısı izahımıza keçməmişdən öncə rahatca evinizdə əyləşin, çayınızı götürün, şokoladınızı götürün, başlayın artıq dinləməyə. Çünki bir qədər böyük mövzu olacaq və çox xahiş edirəm diqqətlə, yəni qulaq asın. Osmanlı dövləti haqqında danışmazdan öncə vurğulamaq istəyirəm ki, biz dünya üzərində bir sıra türk dövlətləri haqqında məlumatlar əldə etmişik. Ta qədimdən Şumerlərdir, Böyük Hun dövlətidir, ardınca erkən orta əsrlər dövründə Qərbi Hundur, Ağ Hundur, Göytürk, Uyğur, Xəzər, Oğuz, Qaraxanlı, Qəzlər dövlətləri, daha sonra klassik feodalizm dövründə Səlcuq dövləti haqqında müəyyən qədər məlumat əldə etdik və bunların sırasında biz Osmanlı dövləti haqqında məlumat əldə edəcəyik ki, Osmanlı indiki Türkiyədir və Kiçik Asiyada, Anadolu torpaqlarında yerləşirdi, indi də hal-hazırda yerləşir. Sadəcə olaraq indiki Türkiyə daha kiçik bir ərazini əhatə edir, amma qədim dövrdəki Osmanlı geniş işğallar sayəsində böyük bir Osmanlı imperiyasını əhatə etmiş olurdu. İlk öncə vurğulamaq istəyirəm ki, biz deyirik ki, Böyük Səlcuq dövləti Sultan Səncərin hakimiyyəti dövründə artıq zəifləməyə və parçalanmağa başladı. Bu parçalanma zamanı Azərbaycanda, məsələn, Atabəylər dövləti yarandığı halda digər bir tərəfdən də digər ərazilərdə Anadolu Sultanlığı, Kirman Sultanlığı, Konya Sultanlığı, Xarəzmşahlar dövləti, Kiçik Əsədə bir sıra əmirliklər meydana gəlmişdi. Meydana gələn dövlətlərdən biri Anadolu Səlcuq Sultanlığı idi və Anadolu Səlcuq Sultanlığında biz deyəcəyik ki, türklərin mövqeyi qüvvətli idi, çünki türk dövləti idi. 13-cü əsrin birinci yarısı dönəmlərində dünya üzərində Monqollar tərəfindən türklər sıxışdırılan zaman onlar Azərbaycan və Anadolu istiqamətində başladılar köç etməyə və bu köç edən türklərin bir qismi gəldi Anadolu Səlcuq Sultanlığının tərkibində məskunlaşdı. Gələn türk tayfalarından biri də Qayı boyuna mənsub olan tayfalar idi ki, Oğuzların Qayı boyuna mənsub olanlar məhz gəlib burada məskunlaşdılar. Onlara Süleyman Şah adlı şəxs başçılıq edirdi. Yəni, hansı ki biz Osmanlı dövlətinin yaranmasına Osman Qazinin adı ilə bağlayırıq ki, məhz həmin Osman Qazinin illər öncə olan babası bu Qayı boyunun rəhbəri idi. Süleyman Şahın 4 oğlu var idi. Burada adlarını qeyd etmişəm. Sunqur Təkin, Gündoğdu, Ərtoğrul və Dündar adlı şəxslərdir. Bəli, başa düşürəm. Bunların adları çox qarışıqdır. Yadınıza saxlaya bilmirsiniz. Amma məcburuq öyrənməyə. Hər bir qeyd etdiyim məlumatı biz məcburuq. Bilirik ki, tarix yaddaşa əsaslanan bir fəndir. Və deyəcəyik ki, hələ Süleyman Şahın sağlığında onlar gəlib burada məskunlaşan zaman Anadolu Səlcuq Sultanlığında Anadolu Səlcuq Sultanı tərəfindən bu tayfalara Söyüd və Domaniçi əraziləri verildi. Bunlar ərazi adlarıdır ki, Söyüd deməli qışlaq yeri olaraq qışlamaq üçün verildi bunlara məskunlaşmaq üçün. Domaniçi ərazisi isə yaylaq yeri kimi, yəni yayda yaylamaq üçün buraya gəlib artıq məskunlaşmaq üçün icazə verildi. Söyüd və Domaniçi. Daha sonraki zamanda biz deyəcəyik ki, Osmanlıların ilə məhz ilk paytaxtı da Söyüd ərazisi olacaq. Ondan sonra isə digər ərazilərə köçürülməsi haqqında məlumat əldə edəcəyik. Hələ Süleyman Şahın rəhbərliyi altında sağlığı dönəmində dövlət yox idi, sadə bir tayfa başçısı idi. O öz 50 minlik ordusunu toplayaraq gəlir Ərzurum istiqamətində irəliləyir, Ərzurumdan gəlir Ərzincan bölgəsinə, buradan da Rum vilayətinə gəlir. Lakin burada məskunlaşa bilməyən, burada qala bilməyən bu tayfalar yenidən Türkistana qayıtmaq qərarı verirlər. Söhbət gedir Süleyman Şahın sağlığı dönəmindən. Süleyman Şah öz tayfaları ilə birlikdə Türkistana qayıtmaq istəyərkən gəlir Hələb vadisinə çıxır, Hələb şəhərinin ərazisinə çıxır və Cabir qalasının yaxınlığına çatır. Cabir qalasının yaxınlığında ona ordusu tərəfindən sual verilir ki, biz Fərəd çayını necə keçəcəyik? Ona belə bir sual yönləndirilir və bu sualdan sonra Süleyman Şah öz ordularına Fərəd çayını keçməyə əmr edir və təəssüflər olsun ki, Fərəd çayında da boğularaq Süleyman Şah ölür və onu elə həmin çayın yaxınlığında Cabir qalası ətrafına dəfn edirlər. İndi də həmin əraziyə Türk məzarı deyilir. Bu verdiyim məlumat bir qədər dərslikdə verilmiş mənbə, qeyd hissəsi olan bir məlumatdır ki, Süleyman Şah haqqında bizim əldə edə biləcəyimiz yalnız məlumat budur. Yəni Süleyman Şah
Qayaların rəhbəri idi, ilk rəhbər hesab olundu. Daha sonra isə belə bir faciəvi şəkildə ölməsi haqqında məlumat əldə edirik. Testlərdə əgər sual düşsə ki, Türk məzarı kimə məxsusdur? Süleyman Şaha. Ardınca deyəcəyik ki, Süleyman Şahın ölümündən sonra onun iki oğlu Sunqur Təkin və Gündoğdu öz köhnə yurdlarına qayıdırlar, Türkistana qayıdırlar. Yerdə qalır Ərtuğrul və Dündar. Onlar isə ikisi birlikdə gəlirlər burada, deməli, Anadolu ərazisində Pasin obası Sürməli vadisində məskunlaşırlar. Pasin obası da Sürməli vadisində ərazi adlardır ki, bunlar Anadolu ərazisində yerləşirdi. Anadolu Səlcuq Sultanının icazəsi ilə onlar gəlib burada məskunlaşmışdılar. Və Ərtuğrul öz oğlu olan Savcı bəyi göndərir Anadolu Səlcuq Sultanının yanına və bu zaman, onu bunu bura göndərən zaman onun oğlu Savcı bəyə Anadolu Səlcuq Sultanı tərəfindən Qaracadağ ərazisi ayrılır. Baxın, burada adlar bir qədər oxşardır və qarışıqdır. Biri var deyirəm Qaracadağ, biri var deyirəm Qaracahisar. Qaracahisar sonraki zamanda məlumat verəcəm. Qaracadağ isə Anadolu Səlcuq Sultanının Süleyman Şahın oğlu Ərtuğrul üçün ayırdığı ərazilərdən biri idi. Hansı ki, Ərtuğrul öz oğlu Savcı bəyi göndərir Anadolu Səlcuq Sultanının yanına və bu Qaracadağ onların məskunlaşması üçün ayrılır. Görün, videomuz devam edirmi? Aha, devam edirik. Daha sonra biz deyəcəyik ki, Ərtuğrulun ölümündən sonra onun digər oğlu Osman Qazi tayfa başçılığını ələ aldı. Hələ o hakimiyyətə gəlməmişdən öncə, dövlət qurmamışdan öncə Osman Qazinin biz Bizansla mübarizəsi haqqında məlumat əldə edirik. Belə ki, hələ dövlət qurmamışdan öncə Osman Qazinin deməli üzərinə, bu qayı boyun üzərinə Bizans tərəfindən yürüşlər baş verir və bu zaman Anadolu Səlcuq Sultanı, deməli Sultan Əlaəddin Keykubat bildirir ki, yəni Monqollar, daha doğrusu yəni Bizanslılar, üzr istəyirəm, Bizanslılar necə cəsarət edə bilərlər ki, onlar Osman Qazi üzərinə yürüş edirlər, Osman üzərinə gəlirlər, məgər biz burada yoxuq mu? Və bu zaman Anadolu Səlcuq Sultanı Osman Qaziyə dəstək verir, ona yardım göstərir, həm ordu cəhətdən, həm silah cəhətdən, həm də ki, ərzaq, geyim cəhətdən kömək göstərir və bununla da Osman, yəni hansı ki, Ərtuğrulun oğlu olan Osman gedir Bizansla mübarizə aparır və qalib gəlir, Qaracahisar qalasının qapılarını açmağa nail olur. Qaracahisarı Bizans zülmündən qurtarır. Qaracahisarı düşmən işğalına azad edir Osman adlı şəxs, yəni Osman Qazi. Və biz deyəcəyik ki, Osman Qazi Bizansla mübarizə aparır. Hakimiyyəti dönəmindən də əvvəl, hakimiyyət dövründə də mübarizə aparacaq. Hakimiyyət dönəmindən əvvəl Bizansla mübarizə aparan zaman Anadolu Səlcuq Sultanı Osman Qazini mükafatlandırır. Belə bir məlumat qeyd olunur ki, ona bir təbil verdi, bir şirpur verdi, bir bayraq verdi, bir də ərazi verdi. Eskişehir ərazisidir, ona bağışladı. Yəni, Osman Qaziyə Bizans uğrunda gedən, yəni Bizansla gedən mübarizə zamanı qalib gəldiyi üçün, Qaracahisar qalasını azad etdiyi üçün mükafatlandırır onu. Və biz deyəcəyik ki, deməli, Qaracahisarın fəthi Osman Qazi Nadirə bağlıdır. Daha sonra 1302-ci il qeyd eləmişəm, dövlətin yaranma ilidir. Belə ki, deməli, Hülaki hökmdarı Qazan xanın Anadolu Səlcuq Sultanlığı üzərinə tez-tez yürüşləri baş verir bu dönəm ərzində və Anadolu Səlcuq Sultanlığı zəifləyir. Bu zəifləmədən istifadə edən Osman Qazi 1302-ci ildə öz adına uyğun olaraq Osman dövlətinin əsasını qoyur və bu dövləti yaradır və öz adına xütbə oxutdurur. Bu da onun müstəqil olduğunu göstərirdi. Ardınca deyəcəyik ki, Osman Qazinin dövründə sənətkarların və xristiyan əhalinin qayğısına qalırdı. Buna görə də onun həmin əhali içərisində nüfuzu artmışdı. Osman Qazinin öz hakimiyyəti dövründə Bizansla yenidən mübarizəsi haqqında məlumat əldə edirik. Belə ki, öz hakimiyyəti dövründə, yəni dövləti yaratdıqdan sonra Bizansla mübarizə apardığı bir zamanda Bursa şəhərini mühasirəyə alır, düşmən işğalını azad etmək üçün. Və lakin belə bir hadisə baş verir ki, Osman Qazi Bursa şəhərini mühasirəyə alsa da belə onun fəthini həyata keçirə bilmir, çünki mühasirəyə gedən zaman vəfat edir. Və onun bu işini davam etdirəcək onun oğlu Orxan Qazi. Baxın, yenə vurğulayıram, biraz qarışıq məqamlarımız var. Osman Qazi dövləti yaratmamışdan öncə Bizansla mübarizə apardı.
Qaracahisar qalasının fəthini həyata keçirdi. Qaracahisarı düşmən işğalından azad etdi və mükafat olaraq Eskişehir şəhərini ələ keçirməyi bacardı. Bir şeypur, bir təbil, bir bayraq, yəni bu kimi mükafatlar aldı. Ardınca 1302-ci ildə Osman Qazi dövləti yaradır və dövləti yaradaraq öz adına xütbə oxutdurur, bu onun müstəqil olduğunu göstərdi. Eyni zamanda sənətkarların və xristiyan əhalisinin qayğısına qalaraq onların içərisində nüfuzunu artırmağa nail oldu. Bizansla mübarizə apardığı bir dönəmdə Bursa şəhərini mühasirəyə aldı, lakin fəthini həyata keçirə bilmədi. Bu şəhərin fəthini həyata keçirəcək 1326-cı ildən 1362-ci ilə qədər hakimiyyətdə olmuş Osmanlıoğlu Orxan Qazi. Orxan Qazi dönəmində Bursa şəhərinin fəthini həyata keçirdi, yəni işğalını davam etdirir və Bursanı almağa nail olur. O, Bursanı alan zaman ona kömək göstərdi Azərbaycanın cənubunda Xoy şəhərində yaşayan Geyikli Baba adlı şəxs. Marallı Baba da deyirlər ki, bu adlı şəxs Orxan Qaziyə kömək göstərdi. Ardınca deyəcək ki, dövlətin paytaxtını Söyüd adlı şəhərdən köçürtdü Bursa şəhərinə. Buranı artıq fəthini həyata keçirməklə dövlətin paytaxtını Bursaya köçürdü. Orxan Qazinin dönəmində Bizansla mübarizəmiz var. Belə ki, Maltepe döyüşü baş verir 1329-cu ildə. İndi kitablar qeyd olunur, amma köhnə kitablarda 1329-cu il verirdilər. Maltepe döyüşü baş verdi Bizansla. Orxan Qazi qalib gəldi və Orxan Qazinin qalib gəlməsi ilə burada Osmanlının biz deyəcəyik ki, Balkan yarımadasında Anadolu ərazisində, Anadolu torpaqlarında mövqeyi bir qədər güclənmiş oldu və bununla da Maltepe döyüşündə qalib gəlməsi ilə Osmanlı Qara dənizə və Ege dənizinə qədərki torpaqları əhatə etməyə başladı. Ardınca ilk dəfə Orxan Qazi dövründə ilk Osmanlı ordusu, ilk Osmanlı donanması qurulmuş oldu. İlk Osmanlı donanmasının mərkəzi İzmit şəhəri təyin edildi. 1354-cü ildə Gelibolu qalasının fəthini həyata keçirdi. Gelibolu qalasının fəthi Balkan yarımadasının işğalına yönəlmişdi. Balkan yarımadasının işğalında müəyyən qədər rol oynamış oldu. Daha sonra Orxan Qazi dövründə ölkənin ərazisini paşalıqlara və sancaqlara böldü. Bunlar bir inzibati bölgə idi. Öz adına mənbə hissəsində qeyd olunur ki, öz adına pul kəsdirməsi var və xütbə oxutdurması var. Bunu biz Orxan Qazi dövrü ilə bağlı söyləyə bilirik. Yenidən vurğuluram. Orxan Qazi dövründə Bursa şəhərinin fəthini həyata keçirdi. Azərbaycanın Xoy şəhərində yaşayan Geyikli Baba sayəsində dövlətin paytaxtını Söyüd şəhərindən Bursa şəhərinə köçürdü. Bizansla mübarizə apardı. 1329-cu ildə Maltepe döyüşündə qalib gəldi və Osmanlının Anadolu torpaqlarında mövqeyini möhkəmləndirdi. Balkan yarımadası istiqamətindəki o gedişatını irəliləmiş oldu. İlk Osmanlı donanmasının qurulması Orxan Qazi dövrüdür. İlk Osmanlı donanmasının mərkəzdə İzmit şəhəri təyin olundu. Ölkənin ərazisi Qara və Ege dənizlərinə qədər ki, böyük bir ərazini əhatə etdi. 1354-cü ildə Gelibolu qalasının fəthini həyata keçirdi. Ölkəni inzibati cəhətdən paşalıqlara və sancaqlara böldü, öz adına pul kəsirdi və xütbə oxutdurdu. Orxan Qazidən sonra hakimiyyətə gəldi oğlu 1-ci Murad. 1-ci Muradın hakimiyyət illəri 1362-1389-cu illəri əhatə etdi. İlk dəfə Osmanlı tarixində sultan titulunu qəbul edən məhz 1-ci Murad oldu. Hakimiyyəti dövründə ilk gəldiyi dövrdə Ədirnə şəhərini işğal etdi və Ədirnəni dövlətin paytaxtından çevirdi. Bu dəfə paytaxtı Bursadan Ədirnəyə köçürdü. Balkanların fəth edilməsinin qarşısına məqsəd kimi qoymuşdu və bu istiqamətdə irəliləyərək Bolqarıstan və Serbiya dövlətinin özündən asılı hala saldı. 1371-ci Çirmən döyüşü baş verdi. Çirmən döyüşü Serbiya ilə Osmanlı arasında baş verdi. Osmanlı qalib gəldi, Serbiya məğlub oldu. Ardınca 1389-cu ildə Kosova döyüşü baş verdi. Serbiya və yenidən Osmanlı arasında. Serbiya bu döyüşdə Çirmən döyüşünün qisasını almağa çalışdı, lakin qalib gələ bilmədi. Osmanlı donanması qalib gəlir bu Kosova döyüşündə. Lakin Osmanlı donanmasının qalib gəlməsinə baxmayaraq 1-ci Murad döyüş meydanı cəsədlərə baxarkən, yəni ölmüş əskərlərə 1-ci Murad döyüş meydanında baxarkən qəfildən yerdə sağ qalmış Serbiya millətçilərindən biri xəncərlə 1-ci Murada zərbə yetirir və 1-ci Muradı öldürür. Baxın, döyüşdə, Kosova döyüşündə Osmanlının qalib gəlməsi var. Sadəcə olaraq 1-ci Murad qəfildən yəni burada öldürülməsi haqqında məlumatda qeyd olunur. Yəni, iki dəfə Serbiya-Osmanlı qarşıdurması yaşanır. 1371 Çirmən, 1389 Kosova döyüşlərində deyəcəyik. Hər ikisində Osmanlının qalib gəlməsi qeyd olunur. Ardınca 1-ci Muraddan sonra birbaşa hakimiyyətə gəldi oğlu 1-ci İldırım Bəyazid.
1389-dan 1402-ci ilə qədər hakimiyyətdə oldu. O 1396-cı ildə Niqboli döyüşündə iştirak etdi. Niqboli döyüşü səlibçi dəstələrlə Osmanlı arasında baş verdi. Osmanlı qalib gəldi. Balkanların fəthi həyata keçirildi. Bolqaristanın fəthi ilə Balkan yarımadası işğal edilmiş oldu tamamilə. Bolqaristanın fəthi ilə Bolqaristanın işğalına ələ keçirdi 1-ci İldırım Bəyazid. Biri var deyirəm Bolqaristanı Astaxala salan, bu 1-ci Muraddır. Bir də var deyirəm Bolqaristanın fəthi ilə işğal edən bu 1-ci İldırım Bəyaziddir. Daha sonra 1-ci İldırım Bəyazidin əsas məqsədi Konstantinopolu işğal eləmək idi, Bizansı varlığına son qoymaq idi. Bunun uğrunda da bir sıra qalalar və sədlər inşa etdirdi. Lakin onun bu istəyinə mane oldu Əmir Teymur. Belə ki, 1402-ci ildə Ankara döyüşü baş verir. Əmir Teymur Osmanlı üzərindən görüş yeriyir. Əmir Teymurla Osmanlı arasında Türk dünyasının dönüş nöqtəsi hesab edilən bir döyüş baş verir. Döyüş nəticəsində Əmir Teymur qalib gəlir və Osmanlı məğlub olur. Osmanlı hökmdarı 1-ci İldırım Bəyazid və onun oğlanları əsir düşürlər. Hətta iki Türk dövlətinin qarşı-qarşıya gəlməsinə görə sevinən Roma papası kilsə zənglərinin 3 gün müddətində zəng çalınması haqqında orada əmr verir ki, hətta buna yəni Avropa dünyası belə Qərbi Avropa sevinir. Öz sevinclərini kilsə zənglərinin çalınması ilə bildirirdilər. Çünki iki Türk dünyası qarşı-qarşıya gəlmiş və Osmanlı məğlub olmuşdu. Çünki bir çox dünya dövlətlərinin gözü Osmanlını götürmürdü. Osmanlının parçalayıb onun torpaqlarını işğal etmək istəyirdilər. Daha sonra 1-ci İldırım Bəyaziddən sonra kimlərin hakimiyyətə gəlməsi haqqında bizdə məlumat qeyd olunmur. 2-ci Mehmet haqqında birbaşa məlumat əldə edirik ki, 1451-dən 1481-ə qədər hakimiyyətdə oldu. Əgər fikir versəniz, görürsünüz ki, hər dəfə hökmdar adlarını səsləndirdikcə onların hakimiyyət illərini səsləndirirəm. Çünki məcbursunuz bunları əzbərləməyə. Çünki bəzən sual düşür ki, məsələn, 1-ci İldırım Bəyazid dövrünə aid olmayan hadisəni seç. Məsələn, hakimiyyət illəri qeyd yəni hakimiyyət illərini saxlamalısınız ki, düşən hər hansı bir döyüşü və ya müqaviləndə biləsiniz ki, onun dövrünə aiddirmi, yoxsa yox. Daha sonra 2-ci Mehmet dövründə deyəcəyik ki, Konstantinopolun fəthini həyata keçirdi. 1453-cü ildə Konstantinopolu işğal edir, Bizansın varlığına son qoyur. 395-ci ildən davam edən Bizansın varlığına 2-ci Mehmet son qoydu. Bu qələbəsinə görə ona Fatih təxəllüsü verildi. Fatih 2-ci Mehmet adını aldı. Konstantinopolun adını dəyişdirərək İstanbul etdi və dövlətin paytaxtını İstanbula köçürdü. Onun hakimiyyət dövründə, 2-ci Mehmet dövründə deyəcəyik ki, ölkədə bir sıra geniş işğalcı yürüşlər həyata keçirdi. Şərqdə və qərbdə geniş işğallar etdi. 1476-cı ildə qanunnamə verdi. Verdiyi qanunnamədə məmurların vəzifəsi, torpaq mülkiyyət hüquqları, məhkəmə quruculuğu və ayrı-ayrı dini icmaların hüquq və vəzifələri haqqında məlumatlar qeyd olunmuşdur. 2-ci Mehmetdən sonra hakimiyyətə biz deyəcəyik 2-ci Bəyazid gəlir. 1481-dən 1512-ci ilə qədər hakimiyyətdə oldu. 2-ci Bəyazid dövründə öz yürütdüyü deməli, ədalətli siyasətinə görə, xeyirxah olmasına görə, xeyirxah əməllərinə görə, mömin olmasına görə o vəli ləqəbini qazandı. Vəli ləqəbi, yəni vəli deyəndə burada qayğı keş, insanların qayğısına qalan deməkdir. Vəli ləqəbi tanınmış şəxs 2-ci Bəyazid oldu. Daha sonra İspaniyadan qovulmuş Yahudilərə sığınacaq verdi, onları öz ölkə ərazisinə yerləşdirdi. Səfəvi dövləti ilə Misir Məmlük dövləti ilə çox yaxın dostluq münasibətləri qurdu və Venesiyada ilə müharibə aparıb Venesiyalar üzərində qələbə qazandı. Sonra 2-ci Bəyaziddən sonra hakimiyyətə gəldi Sultan 1-ci Səlim. 1512-dən 1520-yə qədər hakimiyyətdə oldu. Hakimiyyəti dövründə çox qəzəbli olmasına görə Yavuz ləqəbi ilə tanındı. Sultan Səlim dönəmində Səfəvi dövləti və Misir Məmlük dövləti ilə müharibələr baş verdi və Misir Məmlük ərazisini ələ keçirtməklə İslam dünyasının xəlifəsi titulunu qazandı və bundan artıq biz etibar deyəcəyik ki, 16-cı əsrin 20-ci illərindən sonra artıq Osmanlı sultanları eyni zamanda İslam dünyasının xəlifəsi titulunu daşıyırdılar. 1514-cü ildə Çaldıran döyüşündə Səfəvlərlə qarşı-qarşıya gəldi, Səfəvləri məğlub etdi, Sultan Səlim qalib gəldi. Lakin Təbrizdə möhkəmlənə bilmədi, çünki Səfəvi hücumuna görərək Təbrizdə möhkəmlənə bilməyərək geri çəkilir. Bu, onun Səfəvi və Misirlər olan mübarizəsi haqqında məlumatlar idi. Daha sonra, bu hissədə qeyd eləmişəm, Sultan Səlimdən sonra əsas olan şəxsiyyətlərdən Sultan Süleyman haqqında məlumatları görün, videomuz davam edirmi? Aha, devam edirik. Sultan Süleyman
Yəqin ki, adını hamınız eşitmişsiniz. Hakimiyyət illəri 1520-ci ildən 1566-cı ilə qədər ki, dövrü əhatə etmiş oldu. Sultan Süleyman dövründə deyəcəyik ki, onun hakimiyyəti dövrünü və özünü möhtəşəm, qanuni adlandırdılar və o hakimiyyəti dövründə Avropanın içərilərinə doğru irəliləməyi bacardı. Şimali Afrikada bir sıra əraziləri ələ keçirdi. Qeyd etdiyim məlumatlar Sultan Süleyman dönəminə aiddir. Avropada Belqradı işğal etdi. Daha sonra 1526-cı ildə Macar-Çex birləşmiş qoşunlarına Sultan Süleyman məğlub etdi. Moxaç döyüşündə qalib gəldi. Baxın, Moxaç döyüşü 1526-dır. Macar-Çexlərin birləşmiş qoşunu Osmanlı qarşı-qarşıya gəldi, Osmanlı qalib gəldi. Oxşarlaşdırsaq deyəcəyik ki, 1526-cı ildə dünya tarixində həm də böyük Moğol dövlətinin Babur Şah tərəfinə yadılması haqqında məlumatımız var idi. Daha sonra 1529-cu ildə Sultan Süleyman Avstriya üzərinə getdi, yürüş etdi. Avstriyanın paytaxtı Viyananı mühasirəyə aldı. Lakin qışın yaxınlaşması səbəbindən, orduda ərzaq çatışmazlığı səbəbindən geri çəkilməyə məcbur oldu. Balkan yarımadasına doğru geri çəkildi. Viyananın işğalını həyata keçirə bilmədi. 1533-cü ildə Sultan Süleyman Avstriya ilə sülh müqaviləsi imzaladı və bununla müqavilə imzalayaraq Səfəvi üzərinə hücuma hazırlaşdı. Çünki bu zaman onun qulağına məlumat gəlmişdi ki, 1530-cu illər dönəmində Səfəvi hökmdarı Şah 1-ci Təhmasib Özbəklərlə müharibə aparır. Onun Özbəklərlə müharibəyə başının qarşımasından istifadə edən Sultan Süleyman Səfəvlərə hücum etdi və 1534-cü ildə Təbrizin işğalını həyata keçirdi. 1535-ci ildə yenidən Azərbaycana gedən zaman bu dəfə 1535-də Həmədan döyüşü baş verdi Səfəvi ilə Osmanlı arasında. Burada Səfəvi ordusu Osmanlı ordusuna məğlub etdi. Səfəvilər qalib gəldilər. Buradan geri qayıdan Sultan Süleyman Fransa ilə ittifaq qurdu və onun bu Fransa ilə olan ittifaqı, Fransa-Osmanlı ittifaqı yönəldi Habsburqlar sülaləsinə qarşı. Habsburqlar kimlər idi? Hansı ki, bu sülalə ağalı gedirdi. Avstriya, müqəddəs Roma imperiyası və İspaniya bölgələrində ağalı gedirdi. Habsburqlara qarşı mübarizə apardı Sultan Süleyman Qanuni. Fransa ilə birləşdi. Daha sonra 1541-ci ildə Osmanlı Avstriya ilə müharibə aparan zaman bir tərəfdən də İspaniya çıxdı meydana. İspaniya Avstriyaya kömək eləmək üçün getdi İspaniya. Osmanlının əlində olan Əlcəzairə qoşun göndərdi. Baxın, yenə vurğulayıram. 1541-ci ildə Osmanlı Avstriya qarşıdurması var, müharibə gedir arasında. İspaniya Avstriyaya kömək eləmək üçün Osmanlının əlində olan Əlcəzairə qoşun göndərir, lakin dənizdə güclü fırtına, qasırğa baş verməsi səbəbilə və Osmanlı dənizçilərinin bu göndərib donanmanı məğlub etməsi səbəbilə İspaniya artıq donanması məğlub edilib, darmadağın edilir, Osmanlı qalib gəlir. Daha sonra Sultan Süleymanın köməyi ilə Fransa Korsika adasını işğal etdi, özünə birləşdirdi. Onun hakimiyyət dövlətin ərazisi Aralıq dənizinə və Hind okeanına qədər ki, böyük bir ərazini əhatə etdi. Hakimiyyətinin sonunda 1566-cı ildə Sultan Süleyman Avstriya üzərinə yenidən yürüş edir, Zigetvar qalasını mühasirəyə alır. Lakin qalanın mühasirə etməsinə baxmayaraq onun fəthini həyata keçirə bilmir. O da vaxtı ilə Osman Qazi kimi şəhərin mühasirəsi zamanı ölür. Onun mühasirəsini davam elətdirir. Onun oğlu 2-ci Səlim 1566-dan 74-ə qədər hakimiyyətdə oldu. 2-ci Səlim Zigetvar qalasının fəthini həyata keçirdi və Avstriyanı artıq məğlub etmiş oldu. Daha sonra 2-ci Səlim dönəmində 1569-cu ildə İndoneziya müsəlmanları onu köməyə çağırırlar. Portuqaliyanın zülmü altında əzildikləri üçün köməyə çağırırlar və o da gedir Portuqaliyanı məğlub edir, onu məğlubiyyətə uğradır. Yəni 1569 2-ci Səlim dönəmində Portuqaliya Osmanlı qarşıdurması var. Osmanlı qalib gəlir, Portuqaliya donanmasını məğlub edir. 1571-ci ildə isə Kipr adasının fəthi 2-ci Səlim dövrünə aiddir. 2-ci Səlim artıq Kipr adasını fəth edir. Qeyd etdiyim məqamlar Osmanlı'nın idarəçilik
siyasi cəhətdə olan məlumatlar idi. İndi isə ölkənin digər məqamları haqqında məlumat vermək istəyirəm. İdarəetmə sahəsində rəhbərlik edirdi Sultan, qeyri-məhdud səlahiyyətlərə malik idi. Sultanlar artıq 16-cı əsrin 20-ci illərindən etibarən, yəni 1-ci Səlim dövründən etibarən artıq xəlifə adlanmağa başladılar eyni zamanda. Ölkədə ikinci vəzifəli şəxs baş vəzir hesab olunurdu. Baş vəzir vilayətlərin idarəçiliyinə baxırdı, vergi toplanması məsələsinə baxırdı, dövlətin möhrünü məhz baş vəzir saxlayırdı. Ölkədə ali məsləhətçi orqan divan adlanırdı, maliyyə işləri isə dəftərdar baxırdı. Daha sonra ölkədə var idi idarə edənlər və idarə olunanlar. İdarə edənlər dövlətdə yuxarı vəzifədə işləyənlər, məmurlar idi və hərbiçilər idi. Bunlar idarə edənlər adlanırdı. İdarə olunanlar isə əhalinin yerdə qalan aşağı təbəqəsi, əsasən rəiyyət hesab olunurdu idarə olunanlar. Sonra ordu var idi, orada iki hissəyə bölünürdü, süvarilər və yeniçərilər. Süvarilər bildiyimiz atlı dəstələr idi. Yeniçəri isə uşaq yaşlarından götürülüb tərbiyə edilmiş və hərb sənətinin sirlərindən yiyələndirilmiş şəxslər, uşaqlar idi ki, daha sonra orduda istifadə olunurdu. Onlar yeniçəri ordusu adlanırdı, piyada qoşunu növü idi. Bir də var Timardan ziyamət. Osmanlı dövlətində xırda məmurlara öz xidmətləri müqabilində timar torpaqları paylanırdı. 14-cü əsrin sonlarından etibarən artıq daha iri məmurlara və qoşun başçılarına ziyamət adlı torpaqlarda paylanmağa başladı. Qeyd etdiyim bütün məqamlar Osmanlının 14-cü əsr, 15-ci əsr, 16-cı əsr dövrü ilə bağlı xüsusiyyətlərdir. Ümid edirəm ki, anlaya bildiniz. Anlamadığınızda da belə yenidən videonu dəfələrcə qoşun, yenidən izləyin. İnşallah ki, anlayarsınız. Ən çox da siz bunu test işləməklə möhkəmləndirəcəksiniz. Hər birinizə uğurlar arzulayıram. İnşallah sağ olun, görüşərək yenidən.